Dünyanın ilk dəniz şəhərində gizlədilən qəza. Dünyada elə bir şəhər var ki, torpaq üzərində yox, dənizin içində qurulub. Neft daşları Xəzərin ortasında salınmış və tarixə ilk dəniz şəhəri kimi düşmüş unikal layihədir. Amma bu şəhərin tarixində çox danışılmayan bir hadisə var. Sovet dövründə güclü fırtına zamanı platformalardan biri ilə əlaqə qəfil kəsilir. Generatorlar dayanır, saatlarla heç bir siqnal gəlmir. Səhəri gün əraziyə göndərilən briqada ciddi dağıntı ilə qarşılaşır. Rəsmi sənədlərdə bu istehsalat qəzası kimi qeyd olunur. Ancaq maraqlısı budur, həmin platforma qısa müddət sonra tamamilə sökülür və uzun müddət bu hadisə barədə ictimai məlumat verilmir. Dənizin ortasında qurulan şəhər təkcə mühəndislik möcüzəsi deyil, həm də sirr dolu tarixə sahibdir. Sual budur, bu sadəcə qəza idi, yoxsa o dövrdə gizlədilən başqa həqiqətlər də var idi?